Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günlərdə 7-ci sinif dərsliyindən daha bir tapşırığı sizlə həll edəcəyik. Bugünkü tapşırığımız tək question'a aiddir. Bunun ikinci adı disjunctive question da deyə bilərik. Yəni ayrıcı sual növü. Bu cümlələrin sual növlərinin digər tərəfləri elədirmi, elə deyilmi kimi tərcümə olunur. Əgər təsdiqdədirsə elədirmi, əgər təsdiqdə deyilsə, yəni inkardadırsa elə deyilmi kimi tərcümə olunur. Biz bunu adətən nəyə görə təyin edirik? Bu təyin etmək üçün cümlənin birinci tərəfinin sualda və inkarda olduğuna baxırıq. Əgər cümlənin birinci tərəfi təsdiqdədirsə, biz ikinci tərəfi artıq inkarda götürəcəyik. Yox, əgər cümlənin birinci tərəfi bu formada inkarda olarsa, digər ikinci tərəfini təsdiqdə götürəcəyik. Birinci bu qaydaya diqqət edirik. İkinci isə cümlənin əsas feilinə diqqət edirik. Yəni çalışma edərkən də mən sizə izah edə bilərəm. Yəni sıfırıncı cümləni həmişə kitab özü verir. Burada ar olduğuna görə ar götürməliyik. Düzdür, hər ikisində ar verib. Burada təsdiq cümlədirsə biz artıq inkar götürməliyik. Bu təsdiq olduğuna görə bu yox, düzgün cavab armud olmalıydı. Gəldik birinciyə. Leyla works. Works verilibsə, deməli biz bu cümlənin feilini köməkçi feil do, did, does-dan istifadə edərək düzəldirik. Works does deməkdir. Does verilib okeydir. Bizim bu tərəfdəki cümləmiz təsdiqdə olduğuna görə biz burada inkar variantını seçirik. Leyla çox işləyir, elə deyilmi? İkinci cümləyə baxırıq. İkinci cümlədə cümlənin feili went-dir. Went isə deməli keçmiş zamandadır. Keçmiş zamanın disjunctive-in did-lə düzəldərik. Əgər bu cümləmiz yenə də təsdiqdədirsə, digər tərəf inkarda seçərik, did-nı götürərik. Üçüncü cümləyə baxırıq. Gələcək zamandadır, will be exciting verilib. Will be verilibsə, will'in qısaldılmışı bilirik ki, inkar formada won't kimi olur. Yəni won't, will not deməkdir. Biz burada yenə də cümləmiz təsdiqdə birinci tərəf olduğuna görə ikinci tərəfi inkarda götürərik. Dördüncü cümləyə baxırıq. Dördüncü cümlədə is not-la verilib, to be forması ilə verilib. To be-nin inkarıdırsa birinci tərəf, biz ikinci tərəfi to be-nin təsdiqi ilə götürərik. Beşinci cümlədə cümləmiz keçmiş zamandadır. Üstəgəl təsdiqdədir. Əgər keçmiş zaman təsdiqdədirsə, biz keçmişin inkarını ikinci tərəfdə götürərik. Altıncı cümlədə cümləmiz modal feilinə ifadə olunub. Feilimiz cannot-la. Cannot inkardadırsa, biz ikinci tərəfi artıq cannot yox, can götürərik. Diqqətinizə görə təşəkkür edirəm.